Salam, gəlin güvənilən sayılıb və sayılmayan isimlərin izahına baxaq. Deməli, birinci bizdən nə soruşur? Ona baxırıq. Birinci bizdən countable nounlar, yəni sayılan isimləri soruşur. Sayılan isimlərimizi tapmaq üçün sayılmayanları çıxmalıyıq. Fruit meyvə sayılmır, amma meyvənin növləri sayılır. Laughter gülüş deməkdir, sayılmayan isimdir. Salt duz sayılmayan isimdir. 10 isti dürüstlük mücərrətdir, ona görə də sayılmır. Cavab B bəndidir. Lion şir notebookda qeyd dəftəri. Countable nounlar soruşur. Tea çayı sayılmır, sugar qənd sayılmır, pis sülhdür sayılmır və burada help ümid mənasında sayılmır. Cavab C bəndidir. Student şagird, finger barmaq. Yenə sayılan isimləri soruşur məndən. Sayılan countable nounlar soruşur. Closing game'dir. Bu sayılmır. Chocolate çıxıram, rice çıxıram, strings güc güvəni çıxıram. Nephew bacıoğlu, qardaş oğlu, forkda çəngəl bunlar sayılır. Sonra baxıram countable nounları soruşur məndən. Sugar-ı çıxıram, anger, hirs deməkdir, acıqlılıq, hirs mücərrətdir. Hirs kiməsə səbəb olmaq, hirs o mənada. Onu çıxıram. Confidence əminlik mücərrətdir. Wool yun material bildirir, ona görə sayılmır. Opinion fikir, minut dəqiqə bunlar sayılan isimlərdir. Sonra davam edirik. Countable nounlar soruşur. Batəni çıxıram, sayılmır. Miti çıxıram, sayılmır. Votem sayılmır. Grass ot sayılmır. Cavab D bəndidir. Manager menecerdir. Horse da atdır. Yenə sayılan isimlər soruşur. Music demişəm, sayılmır. Amma sizə demişdim, song sayılır. Sonra juice meyvə şirəsi sayılmır. Silence sükut sayılmır. Energy də enerji sayılmır. Cavab D bəndidir. Yenə countable nounlar. Homework sayılmır. Advice sayılmır. Sonra burada nə var? Deməli, dust, toz sayılmır. Bizə lazımdır sayılan isimlər. Deməli, baxın, burada garlic soğurumsaqda, weekenddə həftə sonudur. Deməli, bu da oldu C bəndi. Sonra baxıram 8-ci testdə countable noun soruşur. Sayılan isim lazımdır mənə. Toothpaste, pasta sayılmır. Kindness, mehribanlıq mücərrətdir sayılmır. Narahatlıq sayılmır. Mücərrətdir. Sağlamlıq mücərrətdir. Perfume da belə deyim də sayılmır. Niyə sayılmır? Çünki o elə bil belə deyək də duxun şey olur axı, qaz formasına zadda olur. Qaz forması olanlar sayılmır. 8A. Countable noun soruşur məndən. Soup sayılmır. Fog da sayılmır. Sonra honest sayılmır. Rain yağış sayılmır. Burada da bu sayılmır. Cavab oldu C bəndi. Pəs çıxır, mirə güzgü deməkdir. Looking glass da deyə bilərik güzgüyə. Sayılır olar. Sayılan isimlər soruşur. Oil sayılmır, paint boya sayılmır. Oil də neft və yaxud da duru yağ demək idi. Water sayılmır, çünki maye formasındadır. Trash zibil ümumiyyətcə sayılmır. Cavab C bəndidir. Ümumiyyətcə heyvan adları, meyvə adları ingiliscə sayılır. Baxıram 11-ci testimə. 11-ci testdə məndən nə soruşur? Countable nounlar. Corab sayılan isimdir. Ink mürəkkəb sayılmır. Ballon şarda sayılır. Cavab 1-2-dir. D bəndi. Countable nounlar soruşur. Xiyar sayılır və chair stool sayılır. 2-3 D bəndi. Deməli, countable noun soruşur. Güc, qüvvə mücərrətdir. Süddə içirik sayılmır. 1-2 B bəndidir. Sayılan isimlər soruşur. Sugar qənd, 10 isti dürüstlük sayılmır. 2-4 eləyir Y bəndi. Countable noun soruşur. Wool yun materialdır. Silence sükut mücərrətdir. 2-3 o da eləyir Y bəndi. 16-da countable noun soruşur. Deməli, burada nəyə baxıram? Countable noun bronz, gümüş, qızıl bunlar sayılmırlar. Deməli, artist, rəssamdır. Minut dəqiqədir. Beauty, gözəllik sayılmayan isimdir. Cavab 1-lə 3 eləyir D bəndi. Sonra countable noun soruşur. Burada deməli, handball oynadıdır sayılmır. Fog, duman da sayılmır. Hava ilə bağlı sözdür. 2-4 C bəndidir. Countable noun soruşur. Deməli, warms, istilik mücərrətdir. Electricity də elektrikdir. Bunlar sayılmır. Letter, məktub, hərf, singer də müğənni. 2-3 cavabım D bəndidir. 19-a baxıram, məndən sayılan isim soruşur. Bu sirop deməkdir, içirik, sayılmır, water su sayılmır. 1-3 A bəndidir. 20-də sayılan isim soruşur, qaz halındadır, bu sayılmır. Flour, un sayılmır, 2-3 cavab C bəndidir. 21-də uncountable nounları soruşur. Deməli, burada biz indi sayılanları çıxmarıq. Officer sayılır, getdi. Şef aşpaz sayılır, getdi. Medal sayılır, getdi. Scientist, alim sayılır, getdi. Cavab B bəndi.
22-də uncountable noun lazımdır bizə. O isə müəllif burada sayılır, qulu sayılmır. Pilot sayılır, power güc qüvvə sayılmır. Milk sayılmır, amma məndən arxitekt memar sayılır. İnstrument alət sayılır, amma cheese pendir sayılmır. Amma burada joy sevinç siməktusdur, heç biri sayılmır. Uncountable soruşur, saç fırçası sayılır, getdi, amma qaz sayılmır. Burada night cəngavər sayılır, getdi, pollution sayılmır. Sugar cavab C-dir. Sugar da trust, həqiqət. Həqiqətlə gənc sayılmır. Burada storm, tufan istisna olaraq sayılan isimdir. Mexanik də sayılan isimdir, amma justice sayılmır. Uncountable soruşur. Statue heykəl. Bu sayılır. Sonra carrot kök sayılır. Spoon qaşıq sayılır. Sandvichdən apple sayılır. Cavab oldu D-bəndi. Sonra baxırıq nəyə? Uncountable nounlar. Mirror düzgünü çıxıram. Door qapını çıxıram, windowunu çıxıram, radionu çıxıram. Cavab adı. Çünki silence sükutdur, mücərrətdir, stildə poladlı materialdır. Onlar sayılmırlar. Baxıram uncountable nounlar. Balcony balkondu sayılır. Backpack bel çantası sayılır. Stadion sayılır, elevatorda sayılır. Cavab adı. Confidence əminlik, sadness də qəmginlik sayılan isimdirlər. Əstəğfurullah, heç sayılmayandılar. Uncountable soruşur. Soldier əskər sayılır. Sonra balloon şar sayılır, banker sayılır. Surgeon da cərrah deməkdir, sayılır. Cavab D-bəndidir. Sonra uncountable noun soruşur uşaqlar. Lamp, lampada sayılır. Desk, parta sayılır. Puzzle da sayılır. Qaldı mənim 2 dənə variantım. Historian, tarixçi deməkdir. Adamdan gedir söhbət, sayılır. Cavab Y-bəndidir. Sonra 29-da uncountable lazımdır. Burada fence hasardır. Hasar sayılan isimdir. Aktyor peşə sənət bildirir, sayılır. Mag burada sayılır. Night cəngavər sayılır. Cavabım olur D-bəndi. Ümumiyyətlə cold soyuq sifətdə onu da biləsiniz. Bizdən isimdən soruşur. Cavab D-dir. Hardship çətinlik, sugar da qənd deməkdir. Hər ikisi sayılmayan isimdir. Hardship mücərrəd olduğu üçün, sugar da səhər yeməyi olduğu üçün, ümumiyyətlə səhər yeməyində sizə demişəm, nə yeyiriksə heç biri sayılmır. Bir dənə yumurta istisnadır. Sonra baxırıq nəyə? Uncountable noun lazımdır. Box qutu sayılır, not gate sayılır, getdi. Sonra burada nəyə baxıram? Cavab C-dir. Çünki sil və gümüş material, gümüş, qızır, bürünc, metaldır. Wool da materialdır. Sandwich buradan çıxdı. Watch qol saatı buradan çıxdı. Uncountable soruşur məndən. Pia armuddur sayılır. Fotoqrafçı da sayılır. Patience, səbir, health, sağlamlıq sayılmır. 1-3 C-bəndidir. Sonra davam edirəm 32-ci testdən sayılmayan isim. Motosiklet sayılır. Farmer, fermer də sayılır. Cavab 1 ilə 3-dür. Cavab ona görə eləyir A bəndi. 33-cü testdə uncountable lazımdır. Laptopla çimərlik sayılan isimdir. 2-4 eləyir Y bəndi. Baxıram 34-cü testdə sayılmayan isim soruşur. Deməli burada muzey ilə trakı çıxırıq. Çünki damage ziyan zərər biologidə fənn adıdır. Cavab A bəndidir. Uncountable soruşur. Stadion sayılır, bağ sayılır. Çayla dürüstlük sayılmır. 1-3 B bəndidir. Uncountable soruşur. Wisdom, subject, fən, fənlər deyə bilərik. Artistlər rəssam deməkdir. 1-3 çıxıram. 2-4 mücərrətdir hər ikisi. Müdriklük və kindness, mehribanlıq. Cavab Y bəndidir. Sonra uncountable-dan soruşur. Nis bacı qızı, qardaş qızı sayılan isimdir və driver sürücü sayılan isimdir. Cavab 3-4 C bəndi eləyir. Burada uncountable nounları mənlə soruşur. Bu mütəkkə deməkdir. Bu da çimərlik deməkdir. Liderlik, bir də yük deməkdir. 2-4 ona görə D bəndidir. Uncountable soruşur. Coğrafiya sayılmır, mürəbbə sayılmır. Amma ayaq barmağından sinif sayılır. Ona görə A bəndi eləyir burada. Coğrafiya fən adı olduğu üçün fən adları sayılmır. C mürəbbədə onsuz da sayılmır. Bunu əzbərləyin. Pis sülh deməkdir, sayılmır. Air hava sayılmır. E ilə bərabər Veze də hava deməkdir. Uşaqlar ikisi də sayılmırlar. Zoo, zoopark, library, kitabxana, məkan bildirir. Bunların əlaqəsi yoxdur. Onlar sayılarlar. Bunu da çıxdım. 41-ci testə baxıram. 41-ci testimdə məndən uncountable-ları soruşur. King kraldır, trip də səyahətdir. Hər ikisi sayılan isimdir. Excitement, həyəcan, silk də ipək. İpək material bildirir. Bu da həyəcan, mücərrət bir isimdir. 1 ilə 3 cavab Y bəndidir. Baxıram bura. Appear of trazes doğrudur. Niyə? Çünki appear of-dan bu biri tərəfindən işim yoxdur. Ə ilə pair işlənər. Çünki pair sayılan isimdir. Bottles olmaz. Niyə? Ədən sonra bottles cəmlənməzdir. 3 yanlışdır. 3 packs of tea düzgündür. Niyə? Ofun bu biri tərəfini ilə bilin ki, işimiz yoxdur. 3 packs 3 ilə packs cəmdə işlənməlidir. Doğru işlənibdir. Burada səhv nədir? Ofdan sonraya baxmıram. 5 glass olmalı deyildi. 5-dan sonra glass cəmlənib glasses olmalıydı. Ona görə 4 yanlışdır. Ona görə mənim cavabım 1 ilə 2 eləyir D bəndi.
44-cü testdə a glass of nə ola bilər? Bir stəkan limonad ola bilər. A bunch of grapes ola bilər. Bir salxım üzüm. Bir də a sheet of paper. Bir vərəq kağız, belə deyək. Ona görə A, B, C variantı lazımdır. O da eləyir A bəndi. Bottle, bax, a pair of socks, bir cüt corab. A piece of advice, biraz məsləhət. A bottle of milk də biraz süd deməkdir. Deməli, birinci olur A, C, B. Acıb lazımdır bizə. D bəndindədir. Sonra baxırıq bura. Burada mənim butter sözüm var. Elə bilin ki, butteri gətirib bura yazır. Ərsən də o bir əhəmiyyət kəsb eləmir. Çünki burada of var. Ofdan sonra, bax, bu of da bu butterdə. Mənə lazım deyil. Mən bu qabaqların uzlaşmasına baxmalıyam ki, düzgündür ya deyil. Deməli, a slice ola bilər. Çünki slice sayılır. Amma a slices olmaz. Çünki slice cəmlənibdir. Bu getdi. A piece ola bilər. Çünki piece hissə parça sayılır. 2 doğrudur. Amma a fish, bir dəqiqə, bura söz nə idi? Butter. A fresh butter. Gəl bura qoyaq. A fresh butter desəm, bu düzgün, bağışlayın. A fresh butter desəm, bu düzgün olmaz. Niyə? Çünki a fresh butter deyirəmsə, bu artikli butter'a aid olmuş olur. Butter da əylə işlənmir. Ona görə bu da cəmlə işlənməz. Cavab 1-2 C bəndi eləyir. Flowers cəmdədir. Flowers cəmdə olduğu üçün eyni zamanda nəyə baxmalıyam? Burada zeradır. Zeradırsa, deməli, a bunch of-u çıxardıram. Niyə? Çünki deməli, ardırsa, burada e artiklından işlənməz, cəmlə işlənər. Ona görə cavab 1-lə 2-dir. 1-lə 2 də eləyir D bəndimiz. Sonra baxıram, it was such a lovely, e artikli var. Burada diqqətli oluram. A lovely piece of music deyə bilərəm. Niyə? A piece of music. Ortaya elə bir lovely giribdir. Piece sayılır. Deməli, bu düzgündür. A lovely music desəm, bax, a lovely music. Yanlışdır. Niyə? Çünki a onda musiqiyə aid olmuş olur. Musiqi sayılmır. Bu da getdi. A lovely pieces of music desəm, a lovely pieces, pages desəm, əylə pieces cəmdə işlənməz. Ona görə bu da getdi. A lovely song deyə bilərəm, çünki song sayılır. Ona görə mənim cavabım nə olmuşdu burada? 1-lə 4. O da eləyir B bəndi. Baxıram 49-cu testdə yenə numarativ sözləri birləşdirməliyik. Necə eləyirik? A bar of, a slice of cake, bir dilim tort. A lump of sugar, bir tikə qənd. A bar of gold, bir pletka qızıl deyək. Yəni, biz bir külçə qızıl, belə deyirik. Deməli, onda nə olur? Birinci oldu B, bıca. Bıca da C bəndindədir. Variantlarda bəzən çaşa bilərəm. A set of tools, bu doğru olsun. Niyə? Çünki alətlər seti deyir. Ofdan bu bir tərəfə baxmıram. Əylə set olarmı? Olar. Alətlər seti də deyə bilərəmmi? Deyə bilərəm. Deməli, bir doğrudur. Ofdan bu tərəfə baxmıram. Four pieces uzlaşırmı? Uzlaşır. Çünki 4-dən sonra pieces cəmlənməlidir. Doğrudur. Amma a bread deyəmirəm. Çünki bread sayılmır. Burada da siri varsa ofdan sonraya yenə baxmırıq. Siri varsa slice-dan uzlaşmalıydı. Slice cəmlənməliydi. Cavabım A bənd eləyir. A bag of sugar. Baxaq bura birinci. Ofdan sonraya ilə işim yoxdur. Tudursa bottle cəmlənməlidir. 2 yanlışdır. Sonra a piece of information, bu doğrudur. Çünki piece sayılır. A number of chair olmaz. A number of'dan sonra, bax bu of'dan, of söhbəti deyil ha burada. A number of bir quantifier'dir. A number of özündən sonra cəm isim alır. Ona görə 3'ü çıxıram. 4 düzgün oldu. 2-də də bottles olmalıydı. Çıxdım. Cavab 1-lə 4 eləyir. D bəndi. Yadda saxlayın. A number of, Z number of görsəz, ondan sonra cəm isim götürürsünüz. Davam eləyirəm. Deməli, diqqətli oluruq. Yenə a pair of scissors ola bilər. Niyə? Ofdan sonraya baxmıram. Əylə də pair işlənir. A pair of sock da düzgündür. Niyə? Çünki bir cüt corab deyirəm. Amma yox demirəm. A pair of sock demirəm. A pair of socks deyirəm. Bir cüt corablar. A pair cütdən gedirsə söhbət burada cəmdə olmalıdır. Görürsünüzmü? Burada scissors cəmdədir. Ona görə deməli scissors cəmdə olduğu kimi bu da cəmdə olmalıdır. Pair birləşməsində getdi. Çünki cüt nədənsə söhbət gedir. Tasty honey düzgündür. Niyə? Çünki a tasty honey qoysaydım sifət ismin qabağında. Burada e artikli honey aitmiş olmuş olardı. Honey da sayılmadığı üçün onun qabağına e qoya bilmərəm. Deməli 2 doğrudur. Cooked rice-də da e rice-ə aiddir. Bu da yanlışdır. Çünki rice sayılmır. Deməli cavabım 1 və 2 D bəndidir. 53-ə baxıram. 53-cü testdə arada diqqətli oluram, variantına da baxıram. A piece of cake, məsəl üçün C bəndi doğrudur. Amma səhv nədir? Burada arziyə veribsə, a piece of-la uzlaşmalıdır. Və how many-dən sonra a piece of qoyamaram, axı təkdə getdi. How many-dən sonra cake-i təkdə qoyamaram. Cakes olardı. Bu da getdi. Piece of cake də qoyamaram. Niyə? Çünki how many-dən sonra onda piece cəmlənməli idi. Many-dən sonra cəm. Bu da getdi. Yenə burada piece cəmlənməli idi. Many-dən sonra bunu da getdim. Amma bax B bəndində how many pieces of cake.
How many-dən sonra pieces cəmləndirib. Deməli cavab B-dir. Burada deyir ki, cümlədə elə bir isimlər tap ki, o sayılan olsun. Ki, belə bir şey eləyirik. Mənim avtomatik gözümə burada music dəydi. Mən music olan varianta çıxmalıyım. Çünki music sayılmır. Deməli, 2 mənə lazım deyil. Sonra nə baxıram nəyə? Some news online. Biraz məlumat. News xəbər məlumatda sayılmır. Xahiş yoxlar. Bu da getdi. Deməli, cavabım 1-3-dür. C bəndi. Gəlin baxaq. Bax, burada live sayılır, boy sayılır, shoes sayılır. Pair cüt necə bu sifətdə o heç getdi. Yəni bu 3 söz sayılır. Sonra countable-dan soruşur. Furniture sayılmır, information sayılmır. Cavab 1-2-dir. Y bəndi. Drawer, siyirmə, market filan sayılan isimdir. Uncountable olan soruşur. İndi baxıram bura. Bax, idea, fikir, ideya deməkdir. Mən sizə bunu istisna olaraq əzbərətmişdim ki, sayılan isimdir. Deməli, 2 getdi. Sonra baxıram nəyə? Uncountable soruşur məndən. Deməli, movie, film. Bax, S-ni də verib qabağına. E də veribdir. Ümumiyyətlə, siz orada bilməlisiniz ki, article varsa sayılan isimdir. Deməli, cavab 1-3-dür. Burada patience, səbr, burada da homework sayılmayan isimdir. Cavab 1-3 Y bəndi. Uncountable soruşur. Baxıram, table-ı çıxıram buradan. Keki də çıxıram buradan. Bir saniyə, diqqətli oluram, diqqətli olun. Deməli, burada mən nəyə baxmadım? Burada keki düzdür çıxırdıq, amma burada bir şey var ki, flour, un işləri korlayıbdır, sayılmır. 3-ü götürürüm. Burada da glass, istəkan, şüşə mənası var. I poured some milk. Milk'a baxıram burada. Milk sayılmır. Milk'a görə, amma glass burada istəkan mənasında sayılır. Milk ilə flour ona görə 1-3 B bəndi götürürəm. 58-ə baxıram. 58-də məndən yenə uncountable nounlar soruşur. Bax, burada sugar sayılmır. Bunu götürdüm. Burada da deməli rain sözü sayılmır. 1-2-dir cavab. Burada apple cəmlənib sayılır. Orange sayılır. Dress sayılır. Sonra Z izə. Burada izə baxıram ki, xəbər təkdə olur. Ona görə bu qabaqda tək olan götürməliyəm. Baxın, yenə deyirəm, oflu birləşmə görəndə ofdan sonraya hələ ki baxmayın. 90% hallarda baxmırsınız. Qabağın uzlaşmalarına baxağım. Deməli, big boxes də götürərəm. Hamısı doğrudur əslində. Çünki A pair-lə işlənər təkdədir. Big-dən sonra boxes cəmdə işlənə bilər. A piece də düzdür, large bottles da düzdür. Burada is olduğu üçün təkləri götürməliyəm. A pair-lə a piece. Boxes-lə bottles olması üçün those are olardı burada. Əvəzliyim də cəmlənərdi, are da işlədərdim. O da olmadığı üçün yanlışdır. Davam eləyirəm. Bir dəqiqə. 60-cı testə baxıram. Bax, mən izah elədiyim kimidir. Those are veribdir. Nə qarıram? Ofdan sonralara baxmıram. Başqa of verməyibdir. Those are olduğu üçün, baxın, information var elə burada qızlar. Information-dırsa, mən are-la işlədəmərəm, axı, onun xəbəri iz olar. Çünki sayılmır. Bu getdi. Yaxşı, bu düzdür. Books-dan are olar. Amma bir iş korlanır. Ən-lə books olmaz. Books-dan burada ən olmaz. Ona görə bu da getdi. New computers. Compute elə cavab budur. Niyə? Yeni kompüterlər. Kompüterlər cəmdə də arla da olar. Ən old wine səhvdir. Niyə? Çünki burada wine şərab deməkdir. Ən artıqlı wine-a aid olmaz. Axı sayılmır. Sonra burada yanlışımız nədir? A new slice of cake əslində düzgün bir birləşmədir. Ofdan sonraya baxmırsan. Ə də burada slice-a aiddir. Eləmi? Ortada sifət gəlibdir. Problem odur ki, E artiklı izlə işlənir də. Burada ar olmalı deyildi. Zətiz olmalıydı. Ona görə bunu da çıxdım. 61-ə baxıram. A block of, a tube of. Deməli, bir a tube of toothpaste olur. Sonra a can of paint deyə bilərik. A block of ice deyə bilərik. Ona görə ABC lazımdır bizə. ABC'də də B bəndi. Ümumiyyətcə, bunları əzbərləmək lazımdır. Biraz da yəni, hiss eləmək lazımdır. Tube, məsəl üçün, boru deməkdir. Yəni, qab kimi düşünün də. Bir qab, boru formasında qab tiş pastası. A block of ice deyəndə, blok nədir? Kiçik-kiçik parçalar blok formasında da. Buz elə ola bilir. A can of paint-də də can konserv qutusudur həm də. Yəni, bir qutunu deyim, dəmir qab mı deyim, boya. Yəni, bu da düzgündür. Sonra baxıram, düzgün variant soruşur. Baxın, ən information veribdir. Bu yanlışdır. Niyə? Özünüz bilirsiniz. Information sayılmır. Onun qabağına ən qoya bilmərəm. Deməli, bir yanlışdır. Informationu cəmləndiribdir. Bu da heç vaxt ola bilməz. Deməli, cavab 2 ilə 4-də heç fikirləşmirsiniz. Cavab 7. Sonra baxıram, bura furniture var. Furniture sayılmayan isimdir. Bunu bilirsiniz. A few-dan sonra cəm gələr. Sayılmayan gəlməz. Getdi. A few pieces of furniture olar. Niyə olmasın ki? Ona görə olmasın ki, a few pieces deyəndə pieces cəmdədir elə. Was təkdə daxı uzlaşmır. Bu da getdi. Lots of furniture deyə bilərəm. Plenty furniture da var burada. İndi baxın,
Plenty-nin ofu hanı uşaqlar? Plenty-nin ofu yoxdur burada. Plenty of olmalıdır. 4-ü də çıxıram. Mənim cavabım nə olmalıdır burada? 2 ilə 3. Cavab D bəndidir. A slice of bread düzgündür. Niyə? Bir dilim çörək. To news olmaz. Niyə? News sayılmır. Onun qabağına rəqəm qoya bilməzsin. Severaldan sonra cəm isim gəlir. Bu advice yazığı niyə cəmləndirir? Bu advice cəmlənmir. Sonra baxıram a bit of rice, bir də some drops of oil. Baxaq, somedan sonra cəm isim gələ bilər də. Niyə olmasın? 1, 2. Sonra baxıram a bit of rice, bir qədər də düyü ola bilər. Cavab nə vardı Allah mən? Cavab 1, 2, 4 A bəndi. 65. 65-ci testimdə məndən düzgün variantı soruşur. Severaldan sonra bottles cəmdə gələ bilər. Doğrudur. Ofdan sonra ilə işim yoxdur. A loaf of sugar, bir buxanka qənd demir yaxı. A chunk of sugar deyə bilərik. Bu bir dənə qalsın bu. Two pieces of advice ola bilər. Niyə? Ofdan sonra ilə işim yoxdur. To ilə cəm isim gələr. Knowledge cəmlənməz. A slice of watermelon, bir dilim qarpız deyə bilərik. Deməli, a loaf of sugar yox, a loaf of bread olsa düzgün olardı. Niyə? Bir buxanka çörək. Qənd sözü qırıntı, a chunkla filan işlənir. Onu loafla işlədə bilmərik. Baxırıq bura, a bunch of grapes düzgündür. Niyə? Ofdan sonra işim yoxdur, a bunch ola bilər. Eyni zamanda da üzüm, bir salxım üzüm deməkdir, a bunch of grapes. Düzgündür. Ona görə birim götürürəm. İkincini götürmürəm. Niyə götürmürəm? A ilə pieces cəmdə ola bilməz, getdim. A number ofdan sonra bayaq dedim, cəm isim gələr. Bu düz verib, cəmdə verib, doğrudur. A carton of milk, burada səhv bilirsinizmi nədir? Tezlə səhv deyil. Burada düzgündür. Bir karton süd deməkdir. Manydən sonra bread, çörəyi cəmləndirib, çörək cəmlənməz. Baxın, manydən sonra cəm gələr. Onu sizə cəmdə veribdir ki, siz çaşasınız. Amma siz həm də düşünməlisiniz ki, many sayılmır axı, niyə cəmlənsin? Cavabım C bəndidir. Biraz elə bil testlər tez izah edirəm. Əgər səsim belə tez gedirsə, onda biraz sürətə siz azaldarsınız oradan. A pair of glass yox, glasses olmalıdır. Bayaq var idi, orada a pair-də cəmlənməlidir. Some pieces of homework. Burada ofdan sonra ilə işim yoxdur. Some pieces burada cəmlənibdir. Some'dan 2 doğrudur. Bir də siz deyə bilərsiniz ki, müəllim, niyə burada ofdan sonraya baxmadıq, amma burada baxdıq glasa. Niyə baxdıq? Çünki bax, pair ifadəsinə diqqətli olun. Pair cüt deməkdir. Pairdən sonra birinki söz cəmdə olmalıdır. Deməli, 2 düzgündür. 3 thick bags düzgündür. Niyə? Çünki 3 bags yolunda 2 söz yanaşı gələndə ikinciyə aid olur bizim rəqəmimiz. Ona görə çay çantası, 2 dənə çay çantası mənasını verir. Çay çantası yox, kobud çıxır biraz. Nəysə, ağlıma gəlmir. Buna yəni 3 doğrudur. A lump of clay var, a few information. A few-dən sonra information sayılmayanda gələ bilməz. Deməli, mən nəyi düz götürdüm? 2-ni düz götürdüm, 3-ü düz götürdüm. Və eyni zamanda 4-ü də düzgün götürürəm. Biraz, yəni gil deməkdir bu. Deməli, cavabım 2, 3 və 4-dür. We have got in the report. Variantlara baxıram. Baxın, birinci buradan atacağınız nədir sizcə? Information cəmlənibdir. Deməli, bu səhvdir. Bu da cəmlənməz. Çünki sayılmır axı. Sonra information sayılmır. A few cəmlə işlənir. A few ilə lazım deyil axı mənə. A few-dən sonra cəm isim verməlidir. Many də cəmlə işlənir. Few sayılmır. Deməli, bu da yanlışdır. Cavabım B bəndidir. Buna baxıram. Burada E var, diqqətli oluram. Burada a useful advice qoya bilərəm. Yox, çünki a onda advice aid olmuş olur. Deməli, bu səhvdir. A nice news deyə bilərəmmi? A news aid olmuş olur. Xeyr, çünki news sayılmır. Və yaxud da a important yox, heç an important olur. Olsa belə də fönücə sayılmır, işlənməz. Bu da getdi. Sonra a long discussion, bir də a great feedback. Deməli, bizim bu testimizdə feedback sözü yadda saxlayın ki, sayılmayan isimdir. Sayılmayan olduğu üçün a great feedback deyə bilmərik. Ona görə də cavab C bəndidir. Yenə burada düzgün variantı seçməliyik. Cavab adı niyə? Some'dan sonra sayılmayan isim gələ bilər. Suggestion sayılmır, rəqəmlə işlənməz. Severaldan sonra sayılmayan yox, cəm gəlməli idi. Burada a piece of olmalı idi. Çünki sayılır deyə qabağında artikl olmalıdır. Furniture-də cəmlənməz. 71-ə baxıram. Deməli, information cəmlənib, yanlışdır. Severaldan sonra cəm gəlməlidir, yanlışdır. Sonra manydən sonra knowledge sayılmır. Cəm olmalı idi, yanlışdır. İdeya cəmlənibdir. Eynən cəm isim işlənməz, yanlışdır. Cavabım D bəndidir. Deməli, ofdan sonra ilə işim yoxdur. To ilə də pieces cəmlənib, doğru olur.
Sonra baxırıq buna. Information cəmlənib yanlışdır. Burada cəmlənib yanlışdır. Knowledge sayılmır, cəmlənib yanlışdır. Few-dan sonra cəm gəlməlidir. Information sayılmayandır. Bu da yanlışdır. Cavabım eləyir B bəndi.